Mənim fikrimcə, burada komandanı oyuna kökləmə baxımından Sabahda problem var. Məsələn, Şamaxıda baş məşqçi olmasa da klubdan, amma gəlib hansısa bir kökləmədə komandanı motivasiya eləyir oyuna. Sabahda isə yaxşı futbolçuları var. Klub olaraq yaxşı klubdur, səviyyəli futbolçuları var. Amma futbolçular da tam öz keyfiyyətinə görə istəyirlər ki, oyuna çıxıb rəqibi üstələmək. Yəni, bu müasir futbolda tək ustalıqla nəyisə əldə edə bilmərsən, ondan əlavə sənin gərək meydançada əzmkarlığın, mübariz keyfiyyətin olmalıdır. Üstəlik, komanda olaraq bir birlik görünməlidir ki, rəqibi üstələyəsən. Məsələn, Şanfranko komandada olanda mən həmişə onu görürdüm. Epizodlarda, məsələn, komanda qol buraxanda və ya qol vuranda bəzən yığırdı futbolçuları, qısa saniyələrlə nəsə deyirdi ki, yəni boşalmırıq, oynayırıq və yaxud da eybi yoxdur, buraxdıq, indi şey. Bunlar var. Yəni meydanda lider futbolçu yoxdur. Kənardan da ümumi komandanın bax belə motivasiyası görür. Ona görə dizbalans olur nəticələrdə. Yoxsa komanda oyun baxımından, keyfiyyət baxımından yaxşı futbolçuları var. Şərait baxımından hər cür şəraiti var.